Salam Vəfa, sabahınız xeyir. Bəli, ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan yerli və xarici vətəndaşların təxliyəsi prosesi davam edir və 28 fevral saat 08:00-dan indiyənədək 320-yə yaxın Azərbaycan vətəndaşı və 70 ölkənin 1600-ə yaxın əcnəbi vətəndaşı da İrandan ölkəmizə təxliyə edilib. Eyni zamanda bir məlumat da diqqətinizə çatdırmaq istəyirəm ki, martın 7-si gecə saatlarında Azərbaycan diplomatları da İrandan ölkəmizə təxliyə edilib və martın 6-sı Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki konsulluğunun ölkəmizə təxliyə olunacağı barədə məlumat vermişdi və martın 7-si gecə saatlarında Azərbaycan diplomatları İrandan ölkəmizə təxliyə olunub. Xarici İşlər Nazirliyinin verdiyi məlumata əsasən Təbrizdəki konsulluğumuzun böyük bir qismi və Tehrandakı səfirliyimizin böyük bir qismi İrandan ölkəmizə təxliyə edilib. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirəm ki, Türkiyə-İran sərhəddində vətəndaşların keçidi qadağan olunduğundan Azərbaycan İrandan təxliyə olunan vətəndaşlar üçün əsas keçid məntəqəsi rolunu oynayır və müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri İrandan Azərbaycan vasitəsilə ölkələrinə qayıdırlar və dünən səhər saatlarından etibarən Almaniya, İspaniya, Macarıstan, Qazaxıstan diplomatik nümayəndəlikləri və səfirlikləri də İrandan ölkəmizə təxliyə ediliblər. Eyni zamanda bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, martın 5-i İranın Naxçıvan Muxtar Respublikasına hücumlarından sonra Azərbaycan-İran sərhəddində yük avtomobillərinin keçidinə məhdudiyyətlər tətbiq edilib və martın 6-sı axşam saatlarında məhdudiyyətlər qismən yumşaldılıb. Belə ki, Azərbaycan-İran sərhəddində Biləsuvar, Culfa və Astara dövlət sərhəddindən buraxılış məntəqələrindən ancaq Azərbaycan və İrana məxsus yük avtomobillərinin keçidinə icazə verilir və biz də hazırda Astara dövlət sərhəddindən buraxılış məntəqəsindəyik və burada həm vətəndaşların təxliyəsi prosesi davam edir, həm də yük avtomobillərinin keçidi təmin edilir. Təxliyə olunan vətəndaşlar üçün burada hər bir şərait yaradılıb. Bir daha xatırladım ki, indiyənə qədər 320-yə yaxın Azərbaycan vətəndaşı və 1600-ə yaxın əcnəbi vətəndaş İrandan ölkəmizə təxliyə edilib. Təxliyə olunanlar xüsusi avtobuslarla öncə paytaxtda, oradan isə ölkələrinə qayıdırlar. Bu sahada mənim çatdıracaqlarım bu qədər. Vəfa, söz yenidən sizdədir.